Namaza nə ehtiyac var? Ürəyin təmiz olsun yetər. Namaz ürəyi təmizləmək üçün olan bir vasitədir. Ürəyin təmiz olmasını sənin Allaha olan itayətindən, Allaha olan ibadət şeyindən bilə bilərik. Ürəyi təmiz olan insan ona yaxşılıq edənə təşəkkür edər, elə deyilmi? Allah sənə bu qədər ehsanlar edib, ikramlar edib, sən ona bir namazı belə çox görürsənsə, bu artıq sənin ürəyin təmiz yox, nankör bir ürək sahibi, yəni pis bir xislət sahibi olduğunu göstərir. Bir şey yem verirəm, birinə yardım edirəm. Bəs eləmir bu. Təsəvvür et, sən gedirsən, çöldə 100 cür yaxşılıq edirsən, amma evində valideynin var, onun üzünə baxmırsan da, nə bilim, o belə şey deyirsən ki, sən kim olmuşsan, şey eləmirsən, bu nə qədər yaxşı insandır da, onu şey eləmərik də, deyərik ki, sən bir zibilə dəymirsən, istəyirsən 100 yaxşılıq elə çöldə. Allah kimi bir varlığın bizə bu qədər ehsanlar edən, qayğımıza qalan varlığa qarşı xırda bir əmrini 24 saatımızdan 1 saatımızı ayırmaqda əziyyət çəkiriksə, bu bizim xislətimizin yaxşı olmadığını göstərir. 24 qızıl verir, deyir ki, özünə nə istəyirsən al, mənə bir qızıl ayır. Sən ona bir qızılı ayırmasan, nə qədər nankör olarsan.